Azərbaycanda bir qrup şəxslərə 2600 manat bir dəfəlik müavinət ödəniləcək. Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasında olan şəxslərə ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrini bitirdikləri zaman ödənilən bir dəfəlik müavinətin məbləği 2600 manat müəyyən edilib. Milli Məclisin deputatı Aydın Hüseynovun sözlərinə görə əvvəlki qanunda sözgedən uşaqlara verilən müavinətin məbləğində qeyri-müəyyənlik var idi. Buna görə də dəyişikliyin edilməsi zəruri idi. Əvvəlki qanunda orta aylıq əmək haqqının 2 misli qədər verilirdi və geyim və ayaqqabı verilirdi. Və o da məlumdur ki, orta aylıq əmək haqqı dəyişən bir rəqəmdir. Yəni, indiki halda bu 950 manatdır, bu aşağı da ola bilər, yuxarı da ola bilər. İl ərzində bu dəyişdiyi üçün stabil olmadığı üçün ona görə yəni həm ödənişdə çətinlik yaranır, yəni müəyyənləşdirməkdə. Bunun da ən əhəmiyyətlisi ondan ibarət ki, bu həm deməli konkret bir məbləğdir və dövlət büdcəsindən ödənilməsi bir daha onu sübut edir ki, ölkə prezidentinin apardığı siyasətin əsasında vətəndaş durur, sosial təbəqəyə həssas təbəqəyə diqqət qayğı durur. İqtisadçı ekspert Rəşad Həsənov isə bildirdi ki, qanuna edilən dəyişiklik valideynlərini itirən və valideyn himayəsindən məhrum olan uşaqların cəmiyyətə inteqrasiyası baxımından da faydalı olacaq. Burada əsas məqsəd məhz təhsildən sonrakı dövrdə bu şəxslərin həyata inteqrasiyası müəyyən mənada deyək ki, lazımi ehtiyaclarını ödəməsi üçün vəsaitə çıxış imkanlarının təmin edilməsi və onların əmək bazarına və yaxud da ki, digər deyək ki, sosial-iqtisadi münasibətlər sferasına inteqrasiyası üçün müəyyən əlverişli şəraitin yaradılması və dəstəyin təmin edilməsidir. Ekspertlər qeyd edir ki, qanuna dəyişiklik daha effektiv sosial təminat prinsipinin tətbiq edilməsi, qanunvericilikdə olan qeyri-müəyyənliyin aradan qaldırılması, bir dəfəlik pul vəsaitin konkret məbləğdə ödənilməsi baxımından olduqca əhəmiyyətlidir.